Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bəzi insanlar var, bugünkü mövzumuz da budur. Münasibət bitdikdən sonra daimi olaraq el arasında loru bir səslənən bir metaforizm var. Quruza düşürlər ifadəsi. Bəzən ingilislərin bir söz var, deyir, a story finish, the story will begin. Yəni bir hekayə bitər, digər hekayə başlar. Heç nə həyatda daimi deyil. Onsuz bitən bir şey. Faktoroloji olaraq əgər son nöqtəyə dirənib bitibsə, onu orada saxlamağın nə mənası yoxdur, nə adı yoxdur. Yəni mənasız, adsız, yersiz bir şeydir. Burax çıxsın, getsin. Yəni qalan qalacaq, gedən də gedəcək. Bir də nitoloji olaraq belə bir faktor var. Nəyi çox istəyirsənsə, o çox vaxt yerinə yetmir. Çünki əks təsir deyilən bir şey var və qarşı tərəfdən də arxayınçılıq var. Getdikcə uzaqlaşacaq, getdikcə uzaqlaşacaq. Əslində beyində sən kimsən ki, sən heç kimsən. Sən dəyərsizsən, mən dəyərliyəm. Və insan nə qədər olaraq, yəni özünü sən dəyərsiz kimi görüb, qarşı tərəfə daimi olaraq getsən, o səndən 2 qat uzaqlaşacaq və çalışın hər zaman qarşı tərəfdə bir bənd saxlamağa bacarın. Yox, əgər bu kimi mövzularda zəif olacaqsınızsa, bacarmayacaqsınızsa, heç zaman istənilən bir münasibətdə yaxşı tərəfin siz olma ehtimalı 0-a bərabər olacaq. Yəni daimi olaraq sən pissən, sən səhvsən, bir şey olan kimi sən xəstəsən, yetər falan. Yəni istəmirəm yazma kimi şuuraltı sublimal mesajlar veriləcək. Çalış hər zaman bir-birlə içəridə yox, kənarda qal ki, bəzi şeyləri diqqətlə görə biləsən. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsi məlumat verə bilərlər.